Salam dəyərli izləyicilər, mən Kamil Məsumov OTK sınavında düşmüş hovuz məsələsinin tamamilə fərqli izahını paylaşacağım. Boş hovuz bir boru ilə 6 sada dolur. Qeyd edirəm birinci boru və ikinci boru. Əgər boş hovuz 6 sada tam dolursa, birinci boru 1 sada hovuzun altta birini dolduracaqdır. İkinci boru isə tam dolu hovuzu 8 sada boşaldır. Əgər 8 sada tamamını boşaldırsa, 1 sada 8-dən birini boşaldacaqdır. Bu nə qeyd etdim? Su ilə tam dolu hovuzda ikinci kran açıldıqdan 2 saat sonra birinci kran da açılır. İlk öncə ikinci kran 1 sada hovuzun 8-dən birini boşaldırdı. 2 sada gəlin görək hansı hissəsini boşaldacaq. Əgər 1 sada 8-dən birini boşaldırsa, 2 sada 8-dən 1 vurulsun 2. Yəni 4-dən biri boşaldacaq. Çəkirəm hovuzu. Bu olsun bizim hovuzumuz. 4-dən biri 1, 2, 3, 4. Əslində bu hissə qaldı dolu. Boşalan ağ hissədir. Bunu da qeyd etdim. Bu olsun kranın biri, bu da digəri. Biri hovuzu doldurur, digəri də boşalır. Deməli, 2 saat sonra birinci kran da açılar. Hovuz neçə saata dolar? İlk öncə tapaq hər iki kran eyni zamanda açılarsa, hovuzun 1 saata hansı hissəsi dolar? 1 saata birinci 6'da birini doldurur, ikinci isə 8'də birini boşaldır. Boşaltdığı üçün çıxdı. Bu dəqiqə 6'da 1 çıx 8'də 1 hovuzun 1 saata dolan hissəsidir. T saata isə qalan hissəni, bu ağ hissəni, istəyirəm onu da göstərim. Bu ağ hissəni doldurmalıyam. Ağ hissə də hovuzun 4'də 1-idir. Tutaq ki, T-sa da 4'də 1'ini doldursun. Yəni bərabər 4'də 1. O zaman biz tapırıq. 6'da 1 çıx 8'də 1. Ortaq məxrəc 24. Qeyd edirəm o zaman 4. 24 bölünsün 8, 3. Vurulsun T bərabərdir 4'də 1. Buradan alıram o zaman. 24'də 1 vurulsun T bərabərdir 4'də 1. 4 ilə 24 qısa getdi qaldı 6. Buradan T tapıram o zaman 6'da 1 vurulsun T bərabərdir 1. T bərabərdir 6. Deməli 6 saata hovuz dolar. Düzgün cavab 6'dır. Amma sizə burada maraqlı bir fakt deyəcəm. Yəni 6 düzgün cavab oldu. Bunu bildik. Dəyərli izləyicilər, burada önəmli məqam nədir? Deyir ki, su ilə tam dolu hovuzda ikinci kran açıldıqdan 2 saat sonra birinci kran da açılar. Normalda bəli, düzgün cavab 6. Tapdıq 6 saata hovuz dolacaq. Aydın məsələdir. Amma ilk öncə bizim hovuzumuz tam doluydu. 2 saat öncə hələ keçməlidir ki, hovuzun müəyyən hissəsi boşalsın. Və yenidən 6 saat keçməlidir hovuz dolsun. O zaman biləcək ki, ümumi bizə 8 saat lazım. Amma bizdən hovuz neçə saata dolar dediyi üçün 6 götürmək olar.